Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Sizə növbəti test izahını təqdim edirəm. Metakognitiv bacarıqlar daxil olmaqla əvvəlki mövzularla bir yerdə olan qarışıq bir sınaqdır. Başlayaq. Birinci sual. Yeni tədris ilinin əvvəlində müəllim diaqnostik qiymətləndirmə keçirdir. Şagirdlərin mövcud bilik və bacarıqları ilə yanaşı onların öyrənmə tərzlərini də müəyyənləşdirmiş olur. Müəllim bölmə ərzində keçirilən dərslər zamanı informasiyanı şagirdlərə müxtəlif formalarda çatdırır. Situasiya ilə bağlı verilənlərdən hansı ümumiləşmə doğrudur? Müəllim ümumi pedaqoji tələblərdən dəstəkləyici mühit tələbini reallaşdırır. Xeyr, dəstəkləyici mühit burada yoxdur. Çünki müəllim şagirdləri informasiyanı müxtəlif formalarda çatdırırsa, deməli, hər kəsi nəzərə alır. Burada inklüziv yanaşma ola bilər, burada bərabər imkanlar ola bilər, burada şagird önümlü yanaşma ola bilər. B-yə baxaq, müəllim ümumi pedaqoji tələblərdən şagird önümlüyün tələbini təmin edir və şagirdlərin müxtəlif təlim ehtiyaclarını nəzərə alır. B variantı həqiqətən də bizim doğru cavabımızdır. A variantının ikinci hissəsində doğruydu. Diferensial təlimi təmin edir, düzdür. Amma orada dəstəkləyici mühitin yaradılması məsələsi səhv yanaşma idi. C-də deyir, müəllim ümumi pedaqoji tələblərdən fəaliyyətin stimullaşdırılması pedaqoji tələbini reallaşdırmış olur. Xeyr, bu səhvdir. Müəllim ümumi pedaqoji tələblərdən inkişaf yönümlülüyü, bu da düzgün deyil. Müəllim ümumi pedaqoji tələblərdən pedaqoji prosesin tamlığının tələbini reallaşdırır. Tamlıq da burada yoxdur. Cavab olmalıdır. Burada B variantı. Cavab B variantıdır. Növbəti suala keçirik. 2-də deyir ki, şagirdlərə süni rəssam adlı məqalə və iş vərəqi verilir. İş vərəqində məqalədə adı çəkilən alimlər və onların süni intellekt haqqında verilən fikirləri var. Şagirdlər alimin adını onun qeyd etdiyi fikrə uyğunlaşdırmalıdır. Məsəl üçün, filan fikri filan alim deyib, filan fikri filan alim deyib. Bunu tapmaqdan ötürü sadəcə olaraq həmin alimin həmin fikrini bilmək lazımdır ki, ona uyğunlaşdıraq. Bu isə şagirddən faktoloji və xatırlamaq fəaliyyəti və biliyini tələb edir. Cavab olacaq ikinci sual, E variantı. Rahat sualdır. Üçüncü suala baxış eləyək. Metakognitiv bacarıqların inkişafı ilə bağlı cədvəldəki uyğunluğu müəyyənləşdirin. İstər günlük şəxsi həyatda, istərsə də peşkar fəaliyyətdə özünün nə etdiyinə, davranışlarının necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirməklə şagird özünü müşahidə edib məlumat toplayır. Bu özünü qiymətləndirmə, özünü monitoring, öz haqqında informasiya toplamaqdır. Bilirik ki, metakognitiv bacarıqlar üstünədir. Özünü qiymətləndirmə, özünü monitoring, bir də ki, deməli, özünü qiymətləndirmə, özünü monitoring və özünü tənzimləmə. Birinci verilən ümumiyyətlə özünün monitorinq aid olan fikirdir. Ümumiyyətlə isə metakognitiv bacarığa aiddir. Doğru fikirdir. 2-yə baxırıq. Şagirdlər özləri üçün məqsəd müəyyənləşdirəndə həmin məqsəd onun davranışını, fəaliyyətini daha effektiv istiqamətləndirə bilir. Bu da işin fəaliyyətin tənzimlənməsinə təsir edir. Bu yanaşma da doğru yanaşmadır. 3. Şagird davamlı olaraq öz fəaliyyətinin müxtəlif istiqamət aspektləri haqqında refleksiya eləyir. Yəni rasional şəkildə düşünür, təhlil edir. Bununla da özünün üstünlükləri və çatışmazlıqlarını müəyyənləşdirə bilir. Məsələn, burada insanın özünü qiymətləndirməsindən söhbət gedir. Yanaşma doğrudur. Şagird işin və ya öyrənmə keyfiyyəti haqqında mühakimə yürüdür. Fəaliyyətinin keyfiyyəti haqqında etibarlı meyarlar əsasında fikir yürüdərkən şagirdin mühakimə bacarığı inkişaf eləyir. Bu fikir də doğru fikirdir. Onda belə çıxır ki, bütün doğru variantlar var. Burada doğrunun altında doğru 1-2'dir. Yanlışın altında yanlış yoxdur. Ona görə cavab olmalıdır A variantı. Növbəti sual 4. Müəllim dərsi diferensiallığın nəzərə alaraq müxtəlif öyrənmə tərzlərinə uyğun şagirdlərə çatdırarsa, bu zaman Robert Gagne'yə görə öyrənmənin hansı addımını həyata keçirmiş olur? Deməli, dərsi diferensiallığın nəzərə alaraq müxtəlif öyrənmə tərzlərinə uyğun şəkildə çatdırırsa, onda Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsinə bir baxış eləyin. Gagne'nin 9 addımı var və 9 addımın içərisində birinci addım dərsə şagirdlərin diqqətini cəlb eləməkdir. İkinci, əvvəlki təlim nəticələrini şagirdə elan eləmək. Üçüncü, əvvəlki mövzuları aktivləşdirmək. Dördüncü isə mövzunu təqdim etməkdir. Mövzunu təqdim etmək şagirdə mövzunu izah eləməkdir. Təbii ki, bu izah da eyni cür olmalı deyil uşaqlar üçün. Müxtəlifliyin nəzərə alaraq baş verməlidir. Çünki sinifdəki şagirdlər hamısı eyni öyrənmə tərzinə sahib deyil, eyni öyrənmə xüsusiyyətinə sahib deyil. Bəlli müxtəlifliyi nəzərə almalıdır. Bu da məhz nədir? Təlim nəticələrini, ya da dərsin mövzusu şagirdə
təqdim etmək addımına uyğundur. Ondan dolayısıyla da 4-cü sualın cavabı B variantıdır. 5. Müəllim şagirdə müxtəlif mövzulardan ibarət suallar təqdim edir və əsaslandırılmış cavab vermələrini tələb edir. Şagirdlər sualları cavablandırdıqdan sonra müəllim müəyyən edir ki, şagirdlərin əksəriyyəti mövqe nümayiş etdirə bilmir. Öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Müəllimin hansı addımı şagirdlərə bu bacarıqların formalaşmasına xidmət eləməz. Deməli necədir? Situasiyanı bir də təzədən oxuyaq. Müəllim şagirdə müxtəlif mövzulardan ibarət suallar təqdim edir, əsaslandırılmış cavab vermələrini tələb edir. Şagirdlər sualları cavablandırdıqdan sonra müəllim müəyyən edir ki, şagirdlərin əksəriyyəti mövqe nümayiş etdirə bilmir. Yəni münasibət bildirə bilmirlər, mövqe ortaya qoya bilmirlər. Öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Deməli, müəllim onlara elə situasiyalar verməlidir ki, uşaqlar özlərini ifadə edə bilsinlər, münasibət bildirə bilsinlər. Mən belə düşünürəm, mənim düşüncəm belədir deyə bilsinlər sanki. Deyir, şagirdləri əsaslandırma bacarığını inkişaf etdirmək üçün onlara arqumentləri müəyyən etmək, onlara işləmək bacarığını formalaşdırmaq olar. Bəli, çünki arqumentlərlə işləmək şagirdin özünü ifadə imkanlarına şərait yaradır. Şagirdlərə açıq tipli suallar verməklə səsləndirdikləri fikirlərə istinadlar gətirməsinə şərait yaratmaq olar. Bu da doğrudur. Yəni fikir əsaslandırmadan söhbət gedir. Şagirdlərə müxtəlif dilemma ikili seçim arasında qalma deməkdir. Yəni dilemmalar ən çox da müzakirələr zamanı istifadə olunur. Dilemmalar təqdim edib onların münasibətlərini bildirməsi üçün istiqamətləndirici suallar vermək olar. Düzdür. Şagirdləri real həyatı təcrübələr ilə bağlı müzakirəyə cəlb etmək, onların müxtəlif tədqiqat işlərində iştirak etmələrini təmin etmək olar. Bu da doğru yanaşmadır. Edə deyir ki, şagirdlərə sinif müzakirəsi zamanı öz mövqelərinin üzərində israrla qalmağı təbliğ etmək lazımdır. Necə yəni? Yəni şagird bəlkə müzakirə zamanı mövqeyi səhvdir, bəlkə fikri səhvdir. O fikrin üzərində israrla niyə qalsın ki? Obyektiv olmaqdan ötürü gərək düzgün araşdırma aparıb sonradan qərar verilər. Ona görə də E variantı doğru əsaslandırma sayılmır və bizə də lazımdır cavab E. Çünki xidmət etməz deyir. 6-cı müəlliflik hüquqları baxımından burada söz səhv düşüb. Müəlliflik hüququ baxımından proqram təminatının hansından daha geniş istifadə olunur və nə üçün? Verilən tapşırıq bilik və təfəkkürün hansı növünə, idraki sahənin hansı mərhələsinə uyğundur? Baxın, müəlliflik hüququ baxımından proqram təminatlarından zaten geniş istifadə olunur. Və mən deyirəm ki, hansından geniş istifadə olunur? Təbii ki, sən bunu öz düşüncənlə deyə bilməzsən. Sən deyəcəksən ki, mənə görə bundan istifadə olunur, deyə bilməzsən. Ona görə nə edəcəksən? Axtaracaqsan, arayacaqsan, araşdıracaqsan, informasiyalar toplayacaqsan və o informasiyaların içərisində hansı daha geniş istifadə olunur, onu müəyyənləşdirəcəksən. Müqayisə edib daha önəmlisini, daha vacibini müəyyənləşdirmək təhlil bacarığıdır. Təhlil isə biliyin konseptualına, təfəkkürün isə məntiqi növünə bağlıdır. Ona görə də 6-cı sualın doğru cavabı olmalıdır D variantı. 7-ci sual Piaget nəzəriyyəsi ilə bağlı sualdır. Bu sualı biraz dərindən başa düşməyimiz lazımdır. Çünki bu sualı görən adamlar bəzən deyirlər ki, mən sual anlamadım, nə deyir? Baxın, Piaget'in 4 dənə inkişaf mərhələsi vardır. Hissələr ki, ilkin əməli, konkret əməli və formal əməli. Bir də deyir ki, payızda yarpaqların töküldüyünü bilən uşaq harda sarı yarpaq görürsə, payız fəslin gəldiyini düşünür. Bu ilkin əməli mərhələdir. 2-də uşaq öz valideynindən ayrılarkən təşvişə düşür, ağlayır. Bu hissələr mərhələdir. Birinci. Uşaq oyun qaydalarını digər uşaqlara baxıb daha sonra müəyyənləşdirir. Baxın, görür sonra ümumiləşdirmə aparırsa bu induktiv düşünmədir. İnduktiv düşünmə də Piaget cəhətdən baxanda aiddir konkret əməli mərhələyə. Onu da belə ümumiləşdirdik ki, aşağıda da onlara aid nümunələr var. Biz nümunələri uyğunlaşdırmalıyıq. Əvvəlcə ətrafda baş verənlərə ancaq reflektiv və düşünmə olmadan reaksiya verirlər. Bu hissə hərəkətidir. Hissə hərəkəti isə ikinciyə gedəcək. Təcrübəsi az olduğundan daha çox ümumiləşdirmələr edirlər. Özləri səhv ümumiləşdirmələr edirlər, yanlış ümumiləşdirmələr edirlər. Bu gedir ilkin əməli mərhələyə. İlkin əməli mərhələ hansı idi? Birinci idi. Riyazi hesablamaları əllərindən istifadə etmədən beyinlərində aparmağa bacarırlar. Demək ki, bu da aiddir konkret əməliyyat. Deməli, nələri uyğunlaşdırdıq biz? 1-ə uyğun gəldi B, 2-ə uyğun gəldi A, 3-ə də uyğun gəldi C. B, A, C. Deməli, doğru cavabımız oldu. 7-ci sualda C variantı. 8-ci sual. Müəllim esse yazdırır və özünü qiymətləndirməni təmin etmək üçün şagirdə rubrik verir. Rubrik nədir? Qiymətləndirmə meyar cədvəli verir.
Şagirdlər rubrikdən istifadə edərək özlərinin güclü və zəif tərəflərini müəyyənləşdirə bilirlər. Bu situasiya haqqında hansı doğrudur? Bu əslində bir tərəfdən də metakognitivə aiddir. Niyə? Çünki insanın özünü qiymətləndirməsindən söhbət gedir. Situasiya haqqında hansı doğrudur? Burada konkret cavabımız var. Hələ birbaşa cavaba yönələcəm. Fikir verin, müəllim şagirdin özünün refleksiya edərək tənqid təfəkkürünü və metakognitiv biliyini inkişaf etdirmək istəyir. Ona görə də burada metakognitiv, tənqid, düşünmə, refleksiya fəaliyyətləri, özünü qiymətləndirmə fəaliyyətləri görünür. Ümumiyyətlə, bu 4 anlayışı bir-birinə sıx əlaqədə hesab edin. Metakognitiv, refleksiya, tənqid, təfəkkür və özünü qiymətləndirmə anlayışları bir-birinə sıx bağlıdır. 8-ci sualın doğru cavabı B variantı oldu. 9. Hansı fikir yanlışdır? Düşünmə formaları ilə bağlı bir sualdır. Beyin əmləsi üsulu ilə şagirdlər ideya və fikirləri irəli sürürlər. Bax, müxtəlif ideyalar, təkliflər, fikirlərin irəli sürülməsi divergent düşünmədir. Divergent var, konvergent var. Konvergent tək tərəfli düşünür, amma divergent çox şaxəli düşünür. B-də deyil, şagird düstur əsasında misal əldə etməyin yolunu öyrənib, sonra misal əldə edir. Birinci qaydanı bilir, sonra nümunəyə tətbiq edir. Ümumidən xüsusiyyədir, bu deduksiyadır. Və B də düzdür. Şagird gördüklərinə əsasən belə fikrə gəlir ki, heç də bütün insanlar eyni hadisəyə eyni cür yanaşmır. Deməli, müxtəlif baxışlar nəzərdə tutulur. Şagird gördüklərinə əsasən belə fikrə gəlir ki, heç də bütün insanlar eyni hadisəyə eyni cür yanaşmır. Bu nəyə aiddir? İnduktiv düşünməyə aiddir. Yəni, demək ki, burada yanaşma nədən ibarətdir? Gördüklərini ümumiləşdirir, ümumi bir fikrə gəlir. Gördüklərini ümumiləşdirib, ümumi bir fikrə gəlirsə, ümumiləşdirmədir və induksiyadır. D-də deyir, coğrafiya dərsində müəllimin tapşırığına əsasən şagirdlər atlas üzərində tətbiqi fəaliyyət göstərirlər. Atlas üzərində işləmək necə bir fəaliyyət hesab olunur? Yəni, verbal fəaliyyət deyil. Verbal dediyimiz sözlü deməkdir. Qeyri-verbal isə sözsüz, şəkillə, təsvirlə deməkdir. Ona görə də burada olmalıdır qeyri-verbal düşünmə. Bu yanaşma doğru yanaşmadır. Sonra E-də deyir ki, şagird başa düşür ki, testlərini vaxtında etməsə, sonra vaxt çatdırıb digər tapşırıqları eləyə bilməyəcək. Daha sonra imtahandan nəticəsi səhv olacaq. Hər şey bir-birinə təsir eləyir. Bunlar nəyə aiddir? Demək ki, bunlar aiddir ardıcıl düşünməyə. Onda belə ümumiləşdirdik ki, şagirdin gördüklərini ümumiləşdirməsi, gördüklərini sistemləşdirməsi, bir-birindən əlaqəyə salması, bir-birinə təsir etməsini başa düşməsi ardıcıl düşünməyə nümunədir. Sonra növbəti suala baxaq. Burada cavabımız oldu yoldaşlar 9'da E variantı. 10-cu sual. Metakognitiv bilik yüksək olan şagird tək başına tapşırığı daha yaxşı icra eləyir. Lakin təbiət elmlərinə, xüsusən də heyvanlara marağı olmadığı üçün zoologiyaya aid tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Gardnerə görə şagirdin yuxarı və aşağı intellektini müəyyənləşdirir. Baxın, metakognitiv bacarığı yüksək olan adamdan danışırıqsa, söhbət fərd daxili intellektin yüksək olmasından gedir. Amma zoologiyanı sevməyən, heyvanlar haqqında çox da maraqlı olmayan naturalistdir. Deməli, şagirdin fərd daxili intellekti yüksək, naturalist intellekti isə nədir? Zəifdir. Ona görə də cavab burada olmalıdır nə? D variantı. 10-cu sualdır. Bu sual rahat sual idi. 12. Müəllim şagirdə İsmail Şıxlının Dəli Kür əsərində müəllifin baş qəhrəmana qarşı mövqeyini müəyyənləşdirib fikrə əsaslandırın. Belə bir tapşırıq verir. Baxın, müəllifin baş qəhrəmana qarşı mövqeyini müəyyənləşdirin və fikrə əsaslandırın. Təbii ki, müəllifin mövqeyini əsaslandıracaqsınız siz burada. Yanaşma burada müəllifin nöqteyi nəzərini müəyyənləşdirmək, müəllifin fikrini müəyyənləşdirmək, müəllifin məqsədini müəyyənləşdirmək, müəllifin mövqeyini müəyyənləşdirmək. Bu kimi şeyləri görəndə biz gedib götürməliyik nəyə? Təhlilə, biliyin növünə götürəcəksiniz konseptuala. 12-ci sualın cavabı E variantıdır. 11-ə baxdıq mı biz? 11-ə baxmamışıq. 11-ə birdən baxış eləyək. Şəxs yolun piyada zolağı olmayan hissəsindən keçməyə çalışırdı. Bunu görən digər bir şəxs həmin an yolu keçmək istəyən şəxsə yaxınlaşır və buradan ona piyada keçidindən istifadənin vacib olduğunu deyir. Baxın, bu adam istəmir ki, nizamsızlıq olsun, qaydalar pozulsun. Ona görə də bu adam qaydanı pozan adama qaydaları xatırladır. Bu səlahiyyət və sosial nizamı qorumadır. Yox, əgər desəydi ki, buradan keçmək insan sağlamlığı üçün təhlükəlidir, sonra insana məsəl üçün zərər verir, ona görə buradan keçmək
keçmək düzgün deyil. İnsanı düşünmək, insan sağlamlığını düşünmək, bu kimi şeylər görəndə nə götürəcəksiniz? Onda universal etik prinsiplər götürərsiniz. 11-ci sualın cavabı D variantı oldu. 12-yə baxdıq, 13-ə baxırıq. Orxan məktəbə gedərkən bir neçə yoldaşının söhbət eləyərək dərsə ləngidiyini görür və düşünür ki, həmin şagirdlər qaydanı pozduqlarına görə cəza alacaqlar. Digər tərəfdən isə onların cəzalandırılmasına haqq qazandırır və fikirləşir ki, məktəb qaydalarının nə qədər önəmli olduğunu onların anlaması lazımdır. Bu situasiya Kolbergə görə hansına aiddir? Baxın, burada məsələ nədir? Sosial müqavilə mərhələsində belə bir məsələ var. Qaydaları ədalətli və ya ədalətsiz olmaqla mühakimə etmək. Yəni, bu qayda ədalətlidirsə, cəmiyyət buna əməl etməlidir. Bu qayda ədalətsizdirsə, cəmiyyət bu qaydaya əməl etmək məcburiyyətində deyil. Həqiqətən də burada ədalətli qayda olsa bunu dəstəkləyər, ədalətsiz qayda olsa buna qarşı çıxar, qarşı mühakimə yürüdər. Kim? Sosial müqavilə mərhələsində olan adam. Bu da məktəb qaydalarının nə qədər vacib olduğunu anlaması və bilir ki, məktəb qaydaları önəmlidir. Ona görə ona əməl etmək lazımdır. Yeri gəlsə onlar cəza alacaqlarsa qoy alsınlar və başa düşsünlər ki, qaydalara əməl etmək nə qədər önəmlidir. Yəni, qaydalara əməl etməyin vacibliyini burada vurğulayır ona görə ki, o qaydanı ədalətli sayır ona görə. Bu qaydanın sosial müqavilə mərhələsində olduğunu göstərir. 14. Metakognitiv bacarıqlarla bağlı cədvəldə uyğunsuzluğu tapın. İnsan məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı bacarmalıdır. Bu doğrudur. Şagird xarakterində dəyişiklik etmək üçün müxtəlif həssas situasiyalarda davranışını izləyir. Yəni, metakognitiv zaten özünü izləməkdən də başlayır, özünü müşahidədən başlayır. Metakognitiv bacarıqların şagirdlərdə formalaşdırılması onların akademik nailiyyətlərinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqlarının da inkişafına təsir edir. Doğrudur. Bu bacarığın formalaşmasında başqalarının verdiyi konstruktiv rəyin faydası var. Bəli, çünki biz bəzən özümüzü müşahidə edib, özümüzdə görmədiyimiz məsəl üçün cəhətləri başqaları bizi müşahidə edəndə görürük. Xəbərdar oluruq və ona uyğun da fəaliyyət göstəririk. Onda 4 fikrin 4-ü də burada doğru olduğundan cavab olmalıdır. 3, 4, C variantı 14-cü sualın cavabıdır. 15. Müəllim dərsdə xəstənin vəziyyətini təsvir edib, şagirdə xəstənin hansı xəstəliyə tutulduğunu müəyyənləşdirməyə tapşırır. Deməli, burada uşaqlara xəstəliyin əlamətlərini sadalayır, bir-bir təsvir eləyir, uşaqlar da tapırlar. Onda belə düşünün ki, şagird gördüklərini, əldə elədikləri məlumatları ümumiləşdirir və deyir ki, hə, filan xəstəlik. Bu ümumiləşdirmə əlaqələndirmədir də, belə deyək. Ümumiləşdirmə varsa, bu da olmalıdır cavab, anlamaq, bacarıq. 15-ci sualın cavabı C variantıdır. 16. Müəllim yol hərəkəti qaydaları mövzusuna uyğun olaraq yol hərəkəti qaydalarına əməl etməmənin insan həyatına vurduğu ziyanı izah etmək üçün şagirdlərə həyati situasiyalar təqdim edir. Bu da Robert Gagne nəzəriyyəsindən bağlı sualdır. Müəllimin bu fəaliyyəti Robert Gagne'nin təlimin səmərəli təşkil edilməsi üçün təklif olunan hansı addımın nümunədir? Ümumiyyətlə, həyati situasiyaların verilməsi, şagirdlər üçün şəraitin qurulması, şagirdlərə resursların verilməsi, dəstəyin göstərilməsi, öyrənmənin təmin edilməsi addımındadır. Yəni, burada cavab olmalıdır A variantı. Açıb baxa bilərsiniz, Robert Gagne dərsində var. Həyati situasiyaların təqdim olunması. Hətta case study'lər deyilir buna. Hətta biz üsul da keçirik. Biz insident üzərində iş, hətta insident üzərində işi belə biz öyrənməni təmin etmək addımında istifadə edə bilirik. 16-cı sualın doğru cavabı A variantıdır. 17-də deyir ki, sinifdə iki şagird arasında münaqişə baş verir. Müəllim dərsdən sonra onlarla təklikdə danışmaq və münaqişəni həll etmək üçün şərait yaradır. Şagirdlərə duyğularını və düşüncələrini dərk etməyə və qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Bu, onlara daha effektiv ünsiyyət və münaqişənin həlli strategiyasını müəyyən etməyə imkan verir. Yəni, uşaq bu strategiyanı özü üçün belə bir strategiya kəşf eləmiş olur ki, bundan sonra mən münaqişələrin həlli zamanı belə addım atacağım. Burada metakognitivlik görünür. Niyə? Çünki özü üçün bir strategiya seçmək metakognitiv düşüncəyə aiddir. Baxalım bir situasiya. Müəllim şagirdin düşdükləri situasiyada mədəni müxtəliflik kompetensiyasına əməl etməsini tələb edir, əməl etməsini təmin edir. Burada mədəni müxtəliflik olsaydı, müxtəlif irqilər, dinlər bunlardan danışardı da yoxdur.
2-də deyir, müəllim şagirdlərə empatiya formalaşdırmaqla şəxslərarası intellekti inkişaf etdirməyə çalışır. Var həqiqətən də. Onlara deyir ki, şagirdlərə duyğularını və düşüncələrini dərk etməyə, qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Bu empatiyadır. Müəllim bu fəaliyyəti ilə təlimdə bərabər imkanların yaradılmasının tələbini reallaşdırır. Burada bərabər imkanlarıq bir şey yoxdur. 4-də deyir, müəllimin bu fəaliyyətinə əsasən şagirdlərdə metakognitiv bacarıqların inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Bu da doğrudur. Çünki uşağın ən azından özünü idarə etmə bacarığı da burada ön planda dayanır. Həmçinin də uşağın bu qaydanı, yəni bu strategiyanı özü üçün seçməsi və ondan istifadə etməyə qərar verməsi də buna nümunə olur. Cavab olmalıdır 2 və 4. 2, 4 də cavabımız 17-də edir. 18. Müəllim dərsə başlayan kimi şagirdlərin diqqətini cəmləməyə çalışır. Daha sonra dərsin məqsədini elan eləyir. Niyə? Çünki istəyir ki, onlar dərs prosesində fəaliyyət göstərib uğurlu nəticə əldə edə bilsinlər. Müəllim öyrənməni təmin etmək üçün şaquli inteqrasiyadan istifadə edir. Yəni şaquli inteqrasiya nədir? Yuxarı sinifdən aşağı sinifə əlaqə. Dərsi bu cür quran müəllim haqqında hansı fikirləri deyə bilərik? Baxaq, burada deməli A-da deyir, müəllim addımlarının dərsin müəllim yönümlü olduğunu deyir. Yox, şagirdi nəzərə alırsa, diqqətini cəmləməyə çalışırsa, şagird yönümlü olar. Müəllim verilən ardıcılıqla dərsi keçməklə həm özünə, həm də şagirdə çərçivə salır. Niyə? Bu yanlış yanaşmadır. Da şagirdin marağını dərsə cəlb eləmək, çərçivədən kənara düşünməkdir. Müəllim dərsin əvvəlində şagirdləri dərsə cəlb edə bilirsə, deməli dərsin digər hissələri də uğurlu alına bilər. C. Düzgün əsaslandırmadır. Bəli. Çünki dərsin cəlb olunmasının əsas məqsədi şagirdlər tədris prosesini aktivləşdirməkdir. Qalan hissənin də uğurlu olmasına imkan yaratmaqdır. Müəllimin davranışından şagirdlərdə açıq düşüncə tərzi formalaşdırmağa cəhd etdiyini müşahidə edə bilərik. Doğrudur. Daha doğrusu açıq düşüncə yox. Burada yoxdur. Çünki açıq düşüncəli burada heç bir məsələ yoxdur. Müşahidə olunmur testdə. Burada cavab C variantı idi. Müəllim sinifdə şagirdlər arasında ünsiyyəti bərpa etməklə öyrənməni təmin etmiş olur. Burada ünsiyyət problemi var idi ki, məgər bərpa etməklə öyrənməni təmin eləsin? Xeyr. 18-ci sualın cavabı C-dir. 19. Müəllim şagirdə topu səbətə necə atmağın yolunu öyrədir. Dərsdən sonra şagird asudə vaxtlarında davamlı olaraq topu səbətə atmağa məşq eləyir. Yəni uşaq davamlı şəkildə niyə məşqlər eləyir? Səhvləri minimuma endirmək üçün. Səhvlər olmasın deyə bunu eləyir. Deməli, minimuma endirmək, eyni zamanda çoxlu məşqlər etmək, sərbəst şəkildə bir işi yerinə yetirmək, bu yanaşmaları götürəcəksiniz nəyə? Götürəcəksiniz dəqiqlik mərhələsinə. Dəqiqlik mərhələsini açıb baxa bilərsiniz. Sərbəst şəkildə, müstəqil şəkildə məşq etmək və s. anlayışlar bura daxildir. Sual 20-yə baxıram. Deyir, müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini də yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır, şagirdlərin marağını nəzərə almır. Verilən situasiya ilə bağlı hansı fikirlər doğrudur? Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Bəli. Ən azından şagirdin marağını nəzərə almamaq şagird yönümlülüyü pozur, inklüzivliyi pozur, bərabər imkanları pozur. Bir düzdür. Müəllimin bu davranışından onun mədəni davranış etik prinsipinə əməl etmədiyini görürük. Burada mədəni davranış etik prinsipinin nə aidiyyatı var? Sonra 3. Müəllimin davranışında vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Bəli, niyə? Çünki müəllim işini vicdanla yerinə yetirmirsə, müəllim işini səmərəli və keyfiyyətli şəkildə yerinə yetirmirsə, bu məhz nəyin pozulmasıdır? Vicdanlı davranışın pozulmasıdır. 4. Müəllimin keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmədiyini görürük. Keyfiyyətli təhsil vermək müəllimin vəzifəsidir, hüququ deyil. 4 yanlışdır, 2 yanlışdır. Burada doğru əsaslandırmalar 1-dədir və 3-dədir. Cavab oldu burada 20-də D variantı. Bu suallar haqqında bu qədər. Ümid edirəm hər kəs üçün faydalı oldu. Növbəti sınaqlarda görüşərik. Sağ olun.